Bu video təsadüf deyil. Əgər qarşına çıxıbsa, sənə bir mesajı var. Gəl, qaraçı kartlarından istifadə edərək baxaq görək o mesaj nədir. Biz Ruski Pasyans və ya qaraçı kart adı ilə tanınan bu məşhur dəstədən istifadə edərək ümumi enerji oxuması edəcək və video onu like edən, kanala abunə olan insanlara aiddir. Yorumlarda altım qəbul etdim, yazmağı unutmayın. Gəlin başlayaq. Birinci, sizinlə bağlı keçmiş kartlarını açacağıq. Bu dəstədə 3 açılım olur. Keçmiş, indiki, gələcək. Və baxaq görək, siz kimsiniz? Bu videonu izləyən insan sənin keçmişinlə bağlı kartlar bizə nə cavab verəcək? Bu arada kartları tam görməyə bilərsiniz. Bunda heç bir problem yoxdur. Sadəcə diqqətlə dinləmədə olun. Baxaq, hansı simvolların birləşdiyini sizə göstərməyə çalışacağım maksimum dərəcədə. Çox möhtəşəm, çox qədim bir tarixə malik olan kartlardır. Çox da güclü analiz qabiliyyəti var kartların. Açılımımızı tamamladıq. İndi isə baxaq görək hansı elementlər birləşir. İndi isə birləşən simvollara baxaq. Hansı simvollar birləşir? Çox diqqətli olmalıyıq burada. Çünki hansı simvolun birləşməsi oxumaya təsir edir. Birinci cərgədən başlayaq. Cərgə-cərgə baxmamız gərəklidir. Cərgə-cərgə. İlk cərgədə ilan simvolu birləşir. Mütləq ilanı birləşdiririk. Və davam edirik. Davam edirik. Birinci cərgə, ikinci cərgə və üçüncü cərgədə zaten ağac birləşmiş vəziyyətdədir. Davam edirik. Aha, günəş birləşir. Günəş birləşir. Və davam edək. Aha, buradan bayraq birləşir. Kartları sizin üçün daha görünür bir hala gətirdik. Buradan bayraq birləşir və davam edək. Aha, buradansa üzük birləşir. İndi gəlin oxumamıza başlayaq. Görək bu simvollar birləşərək bizə hansı mesajı verir? Əzizlərim, birinci başlayaq ilandan. İlanın bir çox mənaları var. İlan gizli düşmən, intriqa, konflikt, içəridən gedən problem. Yəni bəlkə bu elə bir problemdir ki, görünmür, bilinmir. Sənin arxanca baş verən bir şeydir. Yəni sənin xəbərin olmaya da bilər. Çünki bilirsiniz də, ilan elə bir varlıqdır ki, o hərəkət edəndə insan hiss eləməyə bilər, amma yavaş-yavaş yaxınlaşıb birdən sancır, birdən boğur. Eyni belə bir düşməndən də söhbət gedə bilər burada. Bu bir. Sonra ilan eyni zamanda xəstəliyə, depressiyaya, insan özünü yaxşı hiss etməməsinə, xəstə hal olmasına işarət edir. Bu da var. Və gedək. Növbəti simvol ağac demək. Ağac simvolu. Ağac nə deməkdir? Ağac birinci təklik mənasını verir. Tək olmaq. İkinci həyat yolu. Üçüncü köklü bir prosesdən söhbət gedir. Şax eləmək, hansısa bir prosesin, hadisənin şax eləməyə və s. Yəni bir çox yenə burada mənalar var. Üçüncü birləşməmiz nə idi bizim? Burada biz oxu qaçırmışıq diqqətdən. Bu arada qeyd edeyim ki, baxın, burada 2 simvol birləşir. Fikir verirsinizsə, 2 simvol birləşir. Demək, xaç da birləşə bilər, ox da birləşə bilər. Ancaq mən oxu birləşdirəcəm. Nəyə görə açıqlama verim? Çünki cərgə ilə getdiyimiz zaman ilk
oxu görürük. İlk diqqətimi çəkən ox olur. Amma ikisinin də mənasını eyni anda oxuyacağam. Xaço deməkdir ki, bu şey sizin qədərinizdir. Mütləq baş verəcək ya da baş verib. Oxsa istiqamət deməkdir, hədəf deməkdir, istiqamətlənmək deməkdir. Və gedirik növbəti simvol günəş. Günəş nə deməkdir? Bir şeylərin aydınlaşması, qaranlıqdan çıxmağı. Növbəti simvol bayraq. Bayraq qələbə deməkdir, zəfər deməkdir, qazanmaq deməkdir, bir şeyə nail olmaq deməkdir. Və nəhayət üzük. Üzük bir şeyin ortalığa çıxması, bir şeyin şərh qazanması, aydınlaşması və yaxud da bir ittifaq, bir birlikdəlik, şəriklik, partnyorluq, nişanlıq, evlilik, rəsmiyyət, hansısa bir işin rəsmiyyətə qovuşması mənalarını da verir. İndi mənaları izah elədik. Gəlin yoruma keçək. Demək ki, əzizlərim, fərqi yoxdur. Sizin hal-hazırda narahatçılığınız işlə bağlıdır, yoxsa şəxsi həyatla bağlıdır, heç fərq etmir. Bu simvollar birləşərək sizə demək istəyir. Sən gücsüz idin hər hansı bir durumun, problemin qarşısında. Bunu biz ilanla başa düşürük. Sizin nəsə bir probleminiz olub, amma siz problemi kimin yaratdığını tam olaraq anlamamısınız. Ya düşmənləriniz çox olub, ya da elə bir qarışıq vəziyyət olub ki, elə bir neytral, xaotik bir vəziyyət olub ki, siz anlaya bilməmisiniz əslində düşmən var ya yox, yaxud da filan şey niyə başınıza gəlir və baş verir. Və gücsüz olmusunuz və depressiyada olmusunuz. Hətta ola bilər bəziləriniz xəstə olmusunuz, xəstə hal olmusunuz bu məlum məsələlərlə bağlı. Sonra keçir növbəti simvola, ağac. Ağacda deyir ki, həmən o proses, həmən o demək baş verən hadisə hansı ki, sən onun qabağında dayana bilməmsən, özünü zəif hiss eləmsən, gücsüz hiss eləmsən, bəzən xəstələnmisən, o proses sənin həyatına çox ciddi bir təsir göstəribdir, çox ciddi. Və deyir, bu sənin qədərinə, taleyinə çox ciddi bir istiqamət verib. Artıq yaxşı istiqamət verib, pis istiqamət verib, onu bilmirəm, amma taleyinizin yönünü dəyişib, taleyinizin istiqamətini dəyişib. Və siz bəzən özünüzü çox qınayırsınız. Bu enerjide olan insanlar. Deyirsiniz ki, mən etdim, mənəm günahkar, problem məndədir, mən görəsən nə edim özümlə bacarım, amma kartlar deyir ki, xeyr. Burada sənlik bir şey yoxdur. Bu olmalıydı və oldu. Mütləq olmalı idi. Bu sənin qədərində var idi bu şeyin baş verməsi. Xaç və ox bizə bunu deyir. Növbəti günəş nə deyir bizə? Günəş deyir ki, sən sonradan bir güc qazanırsan. Bir güc qazanırsan. Bəzi məsələlər sənin üçün aydınlaşır, qaranlıqdan çıxır. Bəzi məsələlər aydınlığa qovuşur. Sən nəyin nə olduğunu zamanla başa düşürsən. Bu sizin keçmiş kartlarınızdır bu arada. Yəni indiyə qədər yaşadıqlarınız. Və deyirsən, az da olsa, balaca da olsa kiçik qələbələr qazanırsan, müəyyən şeylərə müvəffəq olursan, həmən problemini arxada qoyub, o tutduğun istiqamətdə nə qədər çətin də olsa, ayaqda durmağı bacarırsan, bir şeylərə nail olursan, həyatını, necə deyim, birini quyuya atıblar, o adam quyuda belə yaşamağa davam edir. Yəni, hara düşmənizdən, nə yaşamazdan asılı olmayaraq siz yıxılmadınız, siz yenə davam elədiniz, hətta sizin kiçik, böyük, balaca qələbələrinizi də biz görürük ki, müəyyən bir şeylərə nail oldunuz. Və sonra burada nə gəlir? Üzük. Bəziləri rəsmiyyət, yəni bir işə qəbul ola bilərsiniz, ya bir evlilik edə bilərsiniz, ya birisi ilə münasibət qura bilərsiniz. Bəlkə sizin dərdiniz işlərdir, birisi ilə partnyorluq edirsiniz, ortaqlıq edirsiniz. Bəlkə dərdiniz evlilik dərdi olub, evlənmişsiniz. Bəlkə dərdiniz işlərdə olub, işə girmişsiniz, amma bunu nəyəsə xatir, sadəcə ayaqda durmaq üçün, sadəcə bir şeyə nail olmaq üçün artıq razılaşmısınız. Belə hiss edirik. Tam istədiyiniz bu olmayıb, amma bunu yaşamağa hardasa özünüzü məcbur hiss eləmişsiniz və düşünmüsünüz, ayaqda qalmaq üçün ya bu evlilik, ya bu iş, ya bu rəsmiyyət, artıq hər nə desə, bu mənə, bu ittifaq, bu olasılıq mənə lazımdır demişsiniz. Keçin növbəti açılma. Baxaq görə, indi siz nə yaşayırsınız? Kartlarınızı yaxşıca qarışdıraq. Baxaq görək, bəs indiki zamanda
nələr var? Bütünlüklə enerjinizi bura ötürün. Hiss etməyə çalışın. Açaq. Görək. Bu videonu izləyən insanlar sizə hansı mesaj var və indiki zamanda sizin halınız, durumunuz, həyatınız necədir? Nələr baş verir? Sona qədər izləyin. 3-cü açılımda gələcəkdə nə olacaq açılımı var və konkret olaraq sizə gələcəyinizdən bəhs edəcək kartlar. İndi isə baxaq görək hansı simvollar birləşir. Birləşən simvollara diqqət edək. Baxaq görək hansı simvollar birləşir. İlk növbədə birinci cərgədə diqqət edin, pəncərə birləşir. Pəncərənin bir çox mənaları var. Təzə açılan yol, qapı, enerjinin açılması, hər hansı bir yeni informasiyanın 40 gün, 1 ay müddətində insana gəlməsi. Sonra ikinci simvol mirvarisib, boyunbağı deyək. O da müjdə, xoş bir şeyin baş verməsi, müjdəlisi, sevindirəcək bir şeyin olması əlamətidir. Növbəti ox birləşir. Oxu birləşdirək. Ox hədəf deməkdir. Eyni zamanda nəyinsə istiqamətinin dəyişməsi mənasını verir. Və sonra baxaq nə var? Kolokol, yəni zəng, özü birləşmiş formadadır. Sonra baxaq burada başqa nə var? Baxaq başqa nə var burada? Aha, bizdə qıfıl birləşir. Bir də qıfıl. İndi isə keçək oxumaya. Pəncərə, sep, qıfıl, zəng, ox. Baxaq bunlar bizə nəyi açıqlamaq istəyir indiki enerjimizlə bağlı, indiki həyatımızla bağlı nəyi demək istəyir? Bu simvollar ayrı-ayrılıqda hər biri başqa məna verir, amma birləşərək bizə demək istəyir. Əziz dostum, yaxın bir ay ya da 40 gün içərisində sən bir xəbər alacaqsan, yəni gözəl bir hadisə, müjdəli, ürəyini açacaq, səni sevindirəcək bir şey baş verəcək. Mən belə başa düşürəm. Pəncərənin və boyunbağının enerjisi mənə bunu deyir. Pəncərə və boyunbağı enerjisi mənə bunu deyir. Sonra və anladığım qədər həmən bu baş verəcək şeyin, yəni gözəl şeyin, təkcə nəyəsə baş verməyi deməyə, eyni zamanda xəbər də ala bilərsən. Hər hansı bir səni sevindirəcək xəbər ya da bir şey də ola bilər 40 gün, 1 ay içərisində və burada nə görürük? Ox görürük və kolokol, zəng, yəni xəbər deməkdir. Həm də sizin alacağınız xəbər, amma xoş olmayan bir xəbər. O deyir, yaxşı şeyin qabağını hər hansı başqa bir şey, başqa biri, necə deyim, başqa bir hadisə, amma yaxşı olmayan bir hadisə kəsəcək, blokaj edəcək, blok yaradacaq, yəni bağlayacaq o yaxşı şeyin yolunu və hadisənin, yəni sizin bu proses var, məsəl üçün deyəlim, siz işə getmək istəyirsiniz, bir qapı açıldı, 1 aya 40 günə xəbər gəldi, işə çağırıldı, sevindiniz, ürəyin sevindi, amma birdən anidən başqa bir şey baş verdi, birisi qabağınızı kəsdi, yaxud da işiniz alınmadı, yaxud kimsə alınmamasına səbəb oldu və istiqamət, yəni ox istiqamət deməkdir, hansısa bir hadisə ilə xoşa gəlməyən xəbər, xoşa gəlməyən hadisə və yaxud xoşa gəlməyən birinin bir əməli ilə istiqamət deyir, dəyişəcək. Yəni yaxşıdan pisə doğru dönəcək və orada bir blokaj, bir qıfıl yaranacaq. Yəni demək istədiyim odur, bu videonu izləyən insanlar hazırda hansısa bir çıxılmazda ola bilərsiniz, hansısa bir işiniz anidən
gedişatını dəyişə bilər, yaxşıdan pisə doğru dönə bilər ya da heç alınmaya bilər. Amma bir blokaj, yəni sanki bir qıfıl vurublar, sanki bir pəhl vurublar, sanki mümkünsüz kimi sizə görünə bilər. Bəs sonrasında nələr olacaq? Gəlin keçək üçüncüyə, yəni gələcək açılımımıza. İndiki enerjimiz budur. Bəs gələcəkdə nə var? Açaq, baxaq, görək gələcəkdə nə var. Yenə bir ay 40 gün müddətinə bizə belə bir möhlət verir. Bir ay 40 gün. Bir ay 40 gün ola bilər, biraz da gec ola bilər, bir neçə ay çəkə bilər. Amma yaxın aylar, yaxın həftələr, yaxın günlər mənasındadır pəncərə. Üzü gələcəyə danışır. Bu arada bu kartlar sırf gələcəklə bağlı informasiya verir bizə. Gələcəklə bağlı enerji oxuması edirik. Burada əzlərim, diqqət edək. Birinci pəncərə birləşir. İkinci baxaq görək hansı simvol birləşir. Hansı simvol birləşir. İkinci qılınc birləşir. Qılınc nə deməkdir? Düşmənçilik, konflikt, söz, söhbət, hətta burada donuz da birləşən elementdir. Amma birinci qılıncla qarşılaşdığımıza görə qılıncı birləşdirir. Donuzsa sizin işinizdə, belə deyək, ortalıqda gəzinən, sizin işinizdə çubuqluq edən, söz söhbətin yaranmasına səbəb olan ya da bəlkə elə sizinlə düşmənçiliyi edən insan, elə sizinlə sözü tutmayan, sizinlə danışmayan, sizinlə küsən, sizinlə dalaşan insanın özü də ola bilər ya da ortalıqda gəzinən adam da ola bilər donuz. Amma heç yaxşı niyyətli biri kimi hiss etmirik onu. Deməli, pəncərə, qılınc, baxaq sonra nə birləşir? Donuzu dedik, ikisini bir yerdə oxuyacaq, qılıncla donuzu və baxaq, başqa nə var? Burada dolça deyirəm mən buna. Əgər ola bilər mən sözü səhv deyirəmsə, siz zəhmət olmasa yorumlara yığarsınız. Buna mən dolça deyirəm, amma ola bilər səhv deyirəm. Bu balans mənasını verir. Hər iki tərəfində su var. Sonra baxaq, görək başqa nə birləşir, başqa nə görürəm. Mən burada üzüyü görürəm, üzüyü gördüm. Aha, qəşəng irəliləyirik, super, günəş, super, çox qəşəng. Aha, pişik birləşir. Pişik kim deməkdir? Flört deməkdir. Ay, nə gözəl açılımdır bu. Aha, günəş, pişik. Bu qədər məncə. Başqa bir şey görmürəm, amma bir daha diqqətlə baxım. Sonuncu cərgədə də yoxdur. İndi baxaq, burada nə var? Pəncərə, 40 gün, bir ay müddətinə baş verəcək bir şey. Yaxud məhz 40 gün, bir ay müddətinə olmaz. Yaxın bir neçə ayda ola bilər bu. Yaxın bir neçə ay, 2 ay, 3 ay, yəni çox uzağa getmir, amma yaxın aylarda göstərə bilər. Baxaq, sonra qılınc nədir? Söz söhbət, küslü, düşmənçilik, donuz küsəcəyiniz adam ya da bəlkə ortada gəzinən biri. Sonra baxaq, demək biz dedik pişik, üzük, günəş. Və bu simvollar mənə icazə verir deyim ki, əzizlərim, demək sizin bu problem, demək kartlardan sizə nədir burada mesaj, işarə? Demək istəyir ki, sizin bu problem 40 günə, bir ay qədər davam edəcək bu sıxıntı, ola bilər bir neçə ayda artıq davam eləsin, çəkəcək mütləq. Çünki burada anlaşılmazlıqlar çox olacaq.
Ciddi deyirəm. Yəni siz başa düşülməyəcəksiniz. Hətta onu görəm siz səhv başa düşüləcəksiniz. Bəzən özünüzü ifadə eləməkdə çətinlik çəkib pes edəcəksiniz, buraxacaqsınız, vaz keçəcəksiniz. Deyəcəksiniz, yox, mən getmirəm bunun arxasınca filan. Mən bunları gördüm. Amma deyirəm, burada yəni kimsə mən belə hiss edirəm, sizə qarşı çox ciddi kobudluq edəcək. Çox ciddi, açıq aşkara, bəlkə əvvəllər daha gizli konflikt aparan biridir, amma indi o açıq aşkara nifrətini, hisslərini, nəyinsə sizdə olmasını istəmədiyini, yəni o sizə bunu bildirəcək. Siz düşməninizi tanıyacaqsınız, siz pis adamı tanıyacaqsınız. Hətta bu sevdiyiniz belə olsa, müdürünüz belə olsa, hətta bu insan, yəni sizin istəmir nəsə olsun həyatınızda, yaxın adam, ailə üzvü belə olsa, siz biləcəksiniz ki, artıq bu adam da sizə icazə verməyən. Və mən bir söhbət, dava-dalaş, neysə bir qarışıqlıq, belə bir ortalıq qarışdı, tüylər demiş, yanğın yeri oldu, bunu görürəm. Amma narahat olmayın. Ardınca həqiqətən çox belə ümidsiz bir vəziyyətə düşürsünüz, amma ardınca mən görürəm ki, o deyir, dərdi verən Allah dərmanını verir. Bir açarın enerjisini, bir necə deyərlər, dərmanın o ilacın enerjisini mən hiss edirəm. Çünki disbalans vəziyyətdən balans vəziyyətinə gələcəksiniz. Çox fikir elədiyiniz halda, çox adamla mübarizə aparıb, əlbəyaxa olub, o şey qazanmaq ya da əldə saxlamaq üçün savaş verdiyiniz halda çox çətin də olsa balansa otuzdura biləcəksiniz vəziyyəti. Bu bir. İkinci mənim gördüyüm nədir? Burada baxın, yeni bir enerji, yeni bir insan, yeni bir komanda, yeni bir dəstək, yeni bir ailə, yeni bir iş, bilmirəm, amma sizi çox xoşbəxt edəcək və sizinlə birlik olacaq bir enerji həyatınıza girir. Siz evlilik edə bilərsiniz, siz bu insanla sevgili ola bilərsiniz, nişanlana bilərsiniz. Siz bu insan bəlkə əvvəl bitən insandır. Bütün çətinliklərə, dava-dalışlara rəğmən yenidən birləşə bilərsiniz ya da yeni bir insandır. Çünki flört, pişikdə bir sevdalı, bir flört deyilsə də, amma sizə simpatiyası olan, sizi çox istəyən, sizin üçün nəsə eləmək istəyən bir insanda arada bir fikri dəyişəcək. Onu görürəm, belə bir fikri dəyişə bilər, geri çəkilmək istə bilər, amma yenə önə çıxacaq. Çünki o həqiqətən də sizə nəsə etmək üçün gəlib həyatınıza və sizin onunla ittifaqınız alınacaq və siz nəyisə alındıracaqsınız, başaracaqsınız. Niyə? Burada günəş var. Günəş deyir ki, artıq hər şey yerinə oturacaq, daşlar yerinə oturacaq. Səndə nəhayət hər şey alınacaq. Biraz bəlkə gec alınacaq, amma hər şey alınacaq. Sən ailənlə bağlı, münasibətinlə bağlı, artıq karyeranla, pulla bağlı, o nədirsə, o problemdən, o çətinlikdən nəhayət çıxa biləcəksən. Və nəhayət son 7 kartın seçilməsi mərhələsi. Son 7 kartın seçilməsi mərhələsi. Ən həyəcanlısı da budur. Bu damğa vurur artıq yorumumuza, açılımımıza. Oha, aha. Bu kart özü düşdü. Dəymirik onu, toxunmuruq. 2, işte şeytan. 3, 4, 5, 6 və 7. Baxaq burada nə var? Şeytan birləşir, mən varam deyir. Yəni bu kimdir? Geri çəkilməyən bir insandır. Gerçəkdən. Mən varam. Meydan oxuyur sizə. Mən varam. Özünü sübut eləməyə çalışır ki, mən varam. Mən deyəndir. Yəni mən sənin bu gündə də varam, sabahında da varam, gələcəyində də olacam. Sonra güc simvolu gəldi. Sizin şeytana rəğmən daha güclü olduğunuza işarət edir. Yəni bu şeytandırsa deyir, amma ilahi desənə xüsusi bir güc verib, topuz verib əlinə. Vur deyir onu şeytanın başına. Demək ki, bu nə baş versin, sizə qarşı nə olur olsun, artıq nə yaranırsa yaransın, onun elə bil sizə bir dərmanı, ilacı, çıxış yolu da veriləcək. Mən belə anlayıram. Sonra baxaq başqa hansı birləşməmiz var burada. Baxaq hansı birləşməmiz var. Diqqətli olaq. Pişik birləşir. Aha. Pişik birləşir.
və bu kartı kənara çıxaraq, nəyə görə? Çünki heç bir demək simvolla birləşmir. Və burada yenə zəng birləşdi. Demək, kartlar sizə nə mesaj verir? Kartlar sizə deyir, bax deyir, diqqətli ol, çox diqqət eləmənin gerəkən bir şey var. Sənin münasibət həyatın, evliliyin, ilişkin təhlükədə ola bilər. Ya da həyatında kimsə yoxsa artıq, bilmirəm, amma sənin bir planın ola bilər. Bəlkə bu pişik sənin münasibətində olan insan deyil, bu pişik sənsən, sənin arzuların var, sən nəsə etmək istəyirsən, nəyisə reallaşdırmaq, bir yola çıxmaq, nəyisə həyatında böyütmək, genişləndirmək, xoşbəxt olmaq istəyirsən, amma burada illa bir dənə şeytan var ki, o sənin bu arzuların önünə keçmək istəyir, qəlbinin qırılmağını istəyir, işinin dayanmağını istəyir, blokaj yaranmasını, ciddi mənada bu şeyin imkansız olmasına və alınmamasını istəyir. Amma nə olur olsun, güc səndədir deyir kartlar. Yəni sonunda qazanacaq olan insan sənsən. Bu qədər əzizlərim, sizə uğurlar, gələn görüşlərədək. Mütləq abunə olmağı, like etməyi unutmayın ki, sizlər üçün daha da gözəl enerjili çəkimlər edək. Aldım, qəbul etdim yazmağı unutmayın. Hələlik.